Qlobal Olimpiyat Center'ın təşkilatçılığından Bakıda keçirilən Türk Dünyası Beynəlxalq Riyaziyyat Olimpiyadası 2026-nın final mərhələsi təntənəli bağlanış və mükafatlandırma mərasimindən başa çatıb. Tədbirdə müxtəlif ölkələrdən gələn şagirdlər, komanda rəhbərləri, akademik nümayəndələr, səfirlər, valideynlər, media təmsilçiləri, dövlət qurumlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər. TIMO 2026-nın final mərhələsi dünyanın müxtəlif ölkələrindən şagirdləri bir araya gətirib. Bu olimpiyada 2018-ci ildən fəaliyyətdədir, lakin artıq 3 ildir ki, beynəlxalq formada həyata keçirilir. Belə ki, bundan əvvəlki 2 finalı Türkiyədə, İstanbul və Antalya şəhərlərində, ilk dəfə isə Azərbaycanda, yəni Bakıda keçirdik. Dünyanın müxtəlif bölgələrindən şagirdlər gəlib özlərinin biliklərini burada sınayırlar. Bu TIMO Olimpiyadası yalnız yarışmadan əlavə çox böyük bir platformadır. Haradakı şagirdlər özlərini inkişaf elətdirirlər. Beynəlxalq gələcəkdəki təhsilləri üçün yaxşı portfolio toplayırlar, yeni dostluqlar qazanırlar. Bundan əlavə Azərbaycanda olmağı çox gözəl oldu. Biz bütün dünyadan gələn qonaqlara Azərbaycanın tarixi mədəniyyəti ilə tanışdırdıq. Önümüzdəki illərdə artıq təsdiqini tapıb Türk Dünyası üzrə AI Olimpiyadası da keçiriləcək, hansı ki bugünün tələbidir. Qlobal Olimpiyat Sentri olaraq Türk Dünyasının ilk beynəlxalq riyaziyyat olimpiyadasının artıq neçənci buraxılışlarından birinin Bakıda keçirilməsi bizim üçün böyük bir uğurdur. Ev sahibi ölkə kimi eyni zamanda təşkilatçı olaraq bu tədbirin Azərbaycanda keçirilməsi ilə istedadlı şagirdlərimizin öz potensiallarını nümayiş etdirmək, öz həmyaşıdlarından olan şagirdlərlə birgə bacarıq və biliklərini nümayiş etdirməsi bizim üçün həqiqətən də çox xoşdur. Və bu məqsədlə eyni zamanda qonşu Türk dövlətlərinin birgə buradakı şagirdlərin yarışması və bundan əlavə digər ölkələrin də buna maraq göstərməsi bizi həqiqətən çox sevindirir və bugünkü ev sahibliyimizdə inanırıq ki, ölkəmizdə bu cür tədbirlər daha çox olacaq və həm Azərbaycanlı şagirdlərimiz ölkə xaricinə getmədən də öz vətənimizdə digər həmyaşıdlarını tanıyacaq və onlarla mübarizə apara biləcəklər. Final boyunca iştirakçılar riyaziyyat üzrə bilik və bacarıqlarını nümayiş etdirib, eyni zamanda beynəlxalq akademik və mədəni mühitdə yeni təcrübələr qazanıblar. TIMO'nun seçim mərhələsi Azərbaycanda daxil olmaqla 36 ölkədə keçirilib. Bakıda keçirilən final mərhələsinə 13 ölkədən 392 şagird qatılıb. İştirakçılar müxtəlif sinif səviyyələri üzrə qalib adı uğrunda mübarizə aparıblar. TIMO Olimpiyadasına 3. sene katılım yapıyoruz. Dünyaca 30'dan fazla ülkeyle çalışıyoruz ama bu olimpiyatın sorularının kalitesi ve bunun gibi seremoni, açılış ve kapanış seremonilerin gerçekten çok güzel, profesyonel bir şekilde yapılması bizi çok mutlu ediyor. Yaklaşık 20 öğrencimizle, velilerimizle birlikte 60 kişilik bir ekiple Türkiye'den Azerbaycan'a geldik. Harika bir organizasyon, harika bir yarışma. Herkese teşekkür ederim. Azerbaycan halkına, kardeşliğe ayrıca teşekkür ederim. Burada olmaktan çok mutluyuz. İlk olaraq bu tədbiri təşkil etdiyiniz üçün təşəkkür edirəm. Bu tədbirdə olmaq xoşdur. Albaniyadan bura tələbələrimizi dəvət etdiyiniz üçün sizə çox sağ ol deyirəm. Qeyd edim ki, tədbirin təşkilatçılığı yüksək səviyyədə hazırlanır. Hər şey əladır. Minnətdarım. Mən TIMO Qlobal Olimpiyadasından 100 bal yığmışam və mən öz müəllimlərimə, atama, anama sağ ol deyirəm. Diğer ülkelerde çok fazla sınava katılmıyorum. Bu Türk ile ilgili olduğu için katıldım. Türklerin yaptığı için. Diğer sınavlarda da AMO'da altın madalya alıyorum. TIMO Olimpiyadasının qlobal raundunda 100 bal yığmışam. Belə sevinç hissi var. Çünki çox yaxşı hissdir, 100 bal yığmaq, yəni birinci olmaq. TIMO Qlobal mərhələsində 100 bal toplayaraq qızıl medal almışam və gələcəkdəki arzum isə xarici universitetdə oxumaqdır. Olimpiyadaya qatılmaq gələcəyimiz üçün parlaqdır ki, portfolyomuza yazılır. Sonda iştirakçılar fəxri fərman, qızıl, gümüş və bürünc medallarla təltif olunublar.